Bir dəqiqə dayan, realist. Birincisi, məni heç kəs biabır eləyə bilməz. Biabır eləyəcək işim də yoxdur. Get işinlə məşğul ol. O şey demişkən, tullan get buralardan, axmağın biri. Nəyimi biabır elədilər? Nağanmışam biabır eləməyə. Sadəcə olaraq bütün verilişdəki kimi fikir ayrılığıdır, qalma qaldı. Burada nə var ki? Biabır elədilər. İçine gelmiyor ona göre. Uç buradan. Yaşlı ol. Vəzifətsiz. Biyabır özdə. Heç o Nizaqlı doğanlar gedib orada oturur, biyabır olmur. Ben niye biyabır olmur? Vallahi Allah haqqı. Deşək. Vallahi çok şeyler qabaqlarına koyurlar geci bici. Heç onlar biyabır olmur. Ben mi biyabır olacağım? Deşək. Əla. Əla dedik deyir. Arzum kraliçam, can sağ ol. Həcər Ağayeva düz deyirsən deyirsən. Vallahi. Ben niye biyabır oluram? Ne kadar biyabır olurum? Sözümü demişim diyeceğim de. Ha, burada da diyeceğim, çölde de diyeceğim, bayırda da diyeceğim. Eskül necəsən can? Qarayeva bizimkiler buradadır, gəliblər. Qarayeva salam aleyküm. Sağ ol, Esxala kim tutarsan, valla mən heç kəs tuta bilməz. Dilim də var, dilçəyim də var. Vəssalam. Söz deyən olsa metrə yarım dilim var. Ayten Səfərova, çox sağ olun Ayten Səfərova. Benim çok sevdiğim bir müxbirdir yani ki. Çok sağ olsun. Aparıcıdır. Çok sağ olun. Ayten Səfərova adıyla gelen profil. Çok sağ olsun. Get Banu Meybel. Get sen Banu Meybel. Yazdığı şeye bak Selal. Elə bir ki mənə nəsə. Fərəs yazır salam esin. Sağ olsun Hayat Salam. Sizi çok sevirəm. En yazır. Çok sağ olun. Teşekkür edirəm. Ayten Səfərova yazır ki Çıxdın da ne bilim dillərini saxlamırlar. Gönderdi. Sağ olun verilişi. Vəsilə işten niye çıktın soruşurlar. Salam Əsmə necəsiniz? Çok sağ olun can hediye için. Millət yatmıyor be deyəsən. Ben bu kadar kalan değilim. Yox, ay Esma xanım, yatma vaxtıdır ki, millət bu dəqiqə qonşuya yetmir, qohum-qohuma yetmir, hamı TikTokda başın qatır. Neynəməlidir? Söz var qohuma gedir. Davaya cəhliyə düşməkdənsə TikTokda baxmağın yaxşıdır, canlaşmağın yaxşıdır. Esxala bilərsin kim istəyir. Mən maraqlı deyil, kim istəyir. Ay xala, axşam əhli sünə necəsən? Mehdi deyir səni sevir. Kimi sevir? Bu, Mehdi məni sevir. Hayranlarım onsuz da çoxdur. Ay Mehdi mənim hayranlarım bilirsən nə qədərdir. Tıktı xanım necəsən? Sağ ol. 56. Bacı bugünkü nə da vardı? Nə bilim Uğur 56 salam necəsiz? Çox sağ olun. Ürəyim çox təşəkkür edirəm canım mənim. Esma xanım səndən çəkinləmək danışan. Filan kəs demiş ki, filan kəs filan yerə getsə efirə qoymayacaq, ben niyə qoydum? Səndən qorxuram, danışamıram. Ben niyə qoydu Esma xanım? Hələ biz bilmirik ki, filan kəs niyə gəlib ora, hələ biz bilmirik onu. Bilmirəm də, bilmirik hələ. Allah o gündən sağlasın, bizə var. ayrılıq gəlmişkən. Tarifə. Uy, hə, mal Gördünüz də, dünən müəllim dedi ki, xəstəliyə görə kim gəlsə, mən onu geri qaytıra bilmərəm. Təkcə xəstəliyə görə. Daha yazmış. Xanım deyir, toya niyə getməmişsən Gəncəyə? Kimin toyu var ki Gəncədə? Düz deyil xala. Mən yolumda düzəyim, bu yolla da davam eləyəcəm. Kimin içinə gələrsə, kimin xoşuna gələrsə, gəlməzsə özü bilər. Başlar öz seçdiyi həyatı yaşayır siz. Əslində heç nədən düşdü o dava. Başa düşürsünüz? Uşaq söhbəti oldu orada. Mən də dedim bu uşaq söhbəti niyə gizlənməli ki? Öz-özümə dedim mikrofonsuz. Prosto bahanə axtarırdı. O divanda oturanlar esi ilə şeyləsinlər. Yan sol tərəfdəki başdakı esi ilə film yığmaq istəyir özünə. Hə. Yazıq Esma xanım. Esma toya niyə getməlisən? Hansı toya? Kimin toyuna? Nə? Gəncədə kimin toyudur ki? Mən də bilmirəm. Can,
Gör, Zalə xanım qələndəri nədir? Eska biletini alım. Gəl piçerə. Sənə burada fayton. Çok sağ ol, çok sağ ol. Ay Zalə qələndə. O qədər çox istəyirəm bu xanımı. Çok sağ ol, çok sağ ol. Qəşəng, qəşəng Esma xanım. Astagfirullah. İnşallah faytonumda gələr ay dostlar. Hər kəs mənim Hələ gəl. faytonuma paxıllıq eləyir dostlar. oldu, Olmayan gəlmədi? faytona belə, olmayan ədaqlıya belə paxıllıq eləyirlər ay dostlar. Hisslərinlə, ürəyinlə oynayırlar ha dəsən Esma xanım. Əhli sünnə salam desən canım mənim. Peter'e gələcəm Mən dedim- inşallah. İndi gəlibdi Esma xanımın faytonu. Dostlar faytonda gələn gün olacaq. Narahat olmayın. Esi yolunda düzdür, bələm düzdür. Əyri getməsin. Ölənə qədər də esi belə olacaq. Çox. Salam, axşamınız xeyir. Necəsiz İsmira xanım? Çox şükür, sağ olun. Siz necəsiz? A hərfi. Aynı gəl, sən bəs yatırdın, xorulduyurdun. Nə tez durdun, qoşulmuşsan bura. Fərəşlərini kimsə səssizə atdı. Kim atdı səssizə? Fərəci çıxarın səssizdən görün. Kim atdı onu? Yuxum qaçdı deyir. Salam, qoş, Saməddin Əliyev. Kimi qoşum ay Saməddin? Gecə geç qoşmaq istəmirəm vallah. Elə Vəsilə bəssi burada. Vasilə İvanova. Ya İvanovanı çıxartdım ta, Vəsilə bal səs. Niyə ağlıyor ay bala? Niyə? Çıxartdım Esma xanım İvanovanı. Deyir ki, sənə görə pensiya yaşında 70'e qaldıracaq. Ay bala, mənə görə can. Ya. Mən belə pozitivəm, belə səliqəliyəm. Deyir ki, Esma xanım, vay. Yazıq canım. Esmira xanım. Bu Saməddin özünü öldürür, qoş. Ay bala, mən kişi xaylaqlarına allergiyam var, qoşmuram. Bunu biləsiniz. Allergiya tutur məni. Elə bir ki, bit düşürür. Ona görə qoşmuram. Efirdə niyə? Vallah dostlar, durduğum yerdə əsəbləşdirirlər məni. Başa düşürsünüz? Niyə ağlayır da? Bidinə niyə ağlayır? Adını çəkmə burada. Astagfirullah. Bir sözü 50 dəfə yazdın, mən səni göndərim. Məndən xoşum gəlmirdi, bugün xoşum gəldi. Cavanlara tərbiyə dərsi keçdim. Amma nə yazıq ki, cavanlara tərbiyə dərsi keçdim. Amma bəzi yaşlılar, oturan yaşlılar bunu başa düşmürlər. Vəkil qız, çox sağ ol. Eski canım benim, çok sağ ol. Fələstinə tərcümə edirəm, ölçülür. Günler, Ölçülür. itin buradan. Bu günlerce salın geçsin, bunu gönderin işine. Gece git bay elə yaz. Bizim səhifədə nə axtarırsan, niyə gəlmirsən? Zalə xanım qələndərli yazır ki, səni çox sevirəm, çox sağ olun canım benim, ürəyim, çox sağ olun, qarşılıqlı. Adəm nə yazır? Fələstinə nə Adəm. yazır? Fərəci qoşanı Fərəc. Fərəc nə deyir mənə? Bu Adəm gör neçə dəfə yazdı, ona görə Adəmi atırıqara geçsin səssizə. O bilir ki, belə yazmaq olmaz çox. Nə, mən spam aparmaq istəyir, xeyr olar. Ölçək yazır, nəsə bir şey yazır ora. Provod eləyirəm, baş tapa bilmirəm, amma nə deyir, bax. Ölçülür. Ancaq bunu yazır, ölçülür. Yazır, hələ də var, Neyse. ölçülür yazır. Bu nədir? Ay bala, bu spam atır bizə. Yox, görmək istiyorum. Göndərim, onu bloklayım, geçsin. Bloklama, nəsə deyir ki, görmək istəyirəm. Sənin nəsəsi yazır, yox. Sağ olun, Başım çıxır. Zalə xanım, çox sağ olun. Ürəyim, təşəkkür edirəm Zalə xanım. Bloklama, Çox o sağ nəsə olun, deyir ki, ürəyim, görmək çox sağ olun. Ay bacı, o heç nə demir, o şeyləyir, spam atır bizə. Yox ala. Yox, spam Səni atmır. çox Provod sevirəm, eləmişəm. O da Zalə yox, xanım, bax. çox sağ olun. Görmək istəyirəm.
Nedir? Arat geçsin səs zor. Esmira Kafoş. Kafoş kimdi az qadın? Batoş. Kakoş. Can Mehriban xanlarova üçün çox darıxırıq verilişdə. Bəli, hamı darıxır. Mən çox darıxmışam. Mehriban xanım üçün, Şamil müəllim üçün həqiqətən də yerləri görünür. Çox yerləri görünür. İlqar gətirdi, sırğa da gətirdi, baxın. Taxmışdım da verilişə. Bu qalıb elə də burada. Sırğaları da qoy göstərim sizə dostlar. Hansı İlqar Esmira xanım? Bizim İlqar da verilişdəki İlqar. Bugün şirniyə atsat gətirib. İlqar dəli doğdu ama qriyyətdə namuslu olandı. Həmişə dəli doğdu ama xeyir olur. Hə? Baxın. Qoy taxım da. Qəşək. Qəşək Vallahi sırğalar. qəşəkdir. Qara paltarımdan lap əla getdi. Can Sağ sağ olsun, olun. var olsun. Mən ona nə yaparım bilmirəm. Mən də gəlib bir şey hədiyyə verim də ona. Qəşəkdir. Bugün Mehribanın yeri görünürdü yazılar. Bəli, Mehriban xanımın yeri çox görünür. Hələ Mehriban xanım heç vaxt bizimlə sənin yaddaşından çıxmayacaq. Heç bir vaxt. İnşallah Allah qılsa gələr, qayıdar, göz səbirsizliklə insanlar onu gözləyirlər. Elə gün yoxdur ki, onu məndən soruşmasınlar. Allah haqqı. Nasıl qoyursan üstünə qoy. Allah, bu neydi o? Etmədi, etsə gedib xadiməçi olmazdım. Kim? Mənə yazıblar ki, Elgin sənə kömək etmək istəmədi. Bax, etmədi, etsə, məsəl üçün, hər gün verilişdə bir qırıq verdilər. Mən dedim ki, orada məni səsimlə irəli çəksin, səsimlə önə çəksin. Amma baxdım ki, yox, boş şeydir. Qaçdım, aralaşdım, gəldim, xadiməçiliyə girdim. 3 ayda xadiməçi işlədim. Yaxşı şeydir, 3 ay uşaq saxlayıram, 3 ay xadiməçi işləyirəm. Hələ özümü dolandıra bilirəm. Biraz fasilə verim, bir də indi özümə bir iş tapacağım inşallah. Salonda zatda gedib işləyəcəm. Esmira xanım, yazırlar ki, Esmira xanım, necəsən? Salam, necəsən? Ha, salam, geç dostlar. Şükür Allah'a. Salam Moskva'da. Moskva'ya salamlar olsun. Ayet onu. Hüseyin də dəfələrlə salam yazdı. Hanı Hüseyin? Hə, o da Fərəz də deyir, məni qoş. Dayan. Aslanı Fərəc qoşdum. Esul, özdə Esul ya. Hanı dayan. O mənə elə deyirdi də. Prosto ki, nəysə. Oho, akşamınız xeyir olsun Esmira xanım. Salam, salam. Hüseyin atmayı bax istək. Yoxdur Hüseyin burada. İlqar deyir mən. Necəsiz? Ne var ne yok. Hə, hər şey var, heç nə yox. Ay Fərəc qardaş. Ne? Hüseyin istək Nə var? atmalıdır da yoxdur. Oynayaq. Hüseyin yaz. İlqar. İlqar Rusyan deyir ki, qaldıraq mən qoş. ayağa. Nəyi? Rusiyanı. Bir dənə zarafat ilə hamısı qalxsın da başlayacaq yatıb yazmağa, pozmağa. O günlərim ha, Allah, Allah. O neydi sən Allah? Açan gəlin mən Ay fayton. Esmira xanım. Hə, gəlib elə məqinə. Faytonun başını bırak, Esmira'nın başı olsa İstəyətdə yoxsan burada. Hüseyin, istəyin yoxdur. Necə qoşum? Hə, yaxşı, fayton gəlməsin, Kamaz da gəlməsin, tırla gəlin bura. Ay, sazanı qoyun Esmira xanım yaşasın özü üçün. Elə yazıq hansına qoşulur. Mən ona bu günləri həqiqətən dəyər bilən qadındır. Həqiqətən də mən onu çox istəyirəm. Esmira xanım mənə həqiqətən də ana kimi bir qadındır. Ancaq ki, halal olsun. Tək bir dənə nigarın adını çəkər. O birisi qızına ehtiyac yoxdur. Çox qeyrətli qızları var.
Ay, qızım ona görə da ki- gəlmişdi də. Gördünüz də xanım xatın öz qızımdır deyə demirəm ha mən.